Salam, gələcək bilik verilişi efirdədir. Bir-iki gələcəyimizdən danışacağıq. Bir-iki gələcəyimiz təhsildən, təhsilimiz isə müəllimlər və dərsliklərin üzərindən başlayır. Bugünkü mövzumuz dərsliklərimizin gələcəyimizə necə uyğun olmasından olacaq. Həmsöhbətlərim bu sahədə fəaliyyət göstərən müəllimlərimizdir. Zəhmət olun sözünüzü təqdim edin. Vaxtınız xeyir olsun. Adım Sevinç Çələbiyeva. Quba Fizika, Riyaziyyat, İnformatika təmayüllü liseyin biologiya və sistem müəllimiyəm. Hər vaxtınız xeyir olsun. Lalə Məmmədova, Quba Fizika, Riyaziyyat, İnformatika təmayüllü liseyin biologiya və sistem müəllimiyəm. Həmkarım elə kolleqam da deyək. Xoş gəlmisiniz. Ümid edirəm maraqlı, dəyərli bir mövzudan danışırıq və kimlər üçünsə maraqlı bir fikirlər ortaya qoya biləcəyik. İlk olaraq bu mövzuya sizin münasibətinizi bilmək istəyərdim. Elə fənlər var ki, orada dəyişiklik sürətli getmir. Məsələn, coğrafiyada və yaxud ədəbiyyatda və yaxud hansısa humanitar sahələrdə sürətli bir dəyişikliyin şahidi olmuruq. Burada çox axarlı, harmonik bir proses gedir. Amma elə elm sahələri də var ki, onlar orta məktəbdə tədris olunur və eyni zamanda orada çox sürətli bir dəyişiklik gedir. Bugün bizim dəqiq elmlərlə bağlı, məsələn, fizikanı götürək, biologiyanı götürək, kimyanı götürək, bu elmlərlə bağlı dərsliklərimiz 2025-ci ildə bu elmlərin inkişaf səviyyəsinə uyğundurmu? Deməli, bizim hal-hazırda məktəblərimizdə həm yeni dərsliklər artıq 2 ildir ki, 7-ci və 8-ci sinif biologiya dərslikləri istifadə olunur. Həm də əvvəlki illərin dərslikləri yuxarı siniflərdə, 9-11-ci siniflərdə əvvəlki illərin biologiya dərslikləri istifadə olunur. Bir də bizdə artıq bir neçə ildir ki, təbiət fənni tədris olunur. Mənim yadımdadır, uşaq vaxtı ən sevimli kitabım təbiətşünaslıq fənni var idi. Orada həm coğrafi biliklər var idi, həm orada bioloji biliklər var idi və olduqca maraqlı, dili axıcı olan bir kitab idi. Ən çox da bilmirəm, o vaxtda imkanlar məhdud idimi, nədən idisə, şəkilləri mən çox sevirdim. Orada göbələk şəkilləri, müxtəlif canlıların şəkilləri, günəş sisteminin o sxemləri. İndi təbiət dərsliyimizdə, bizim təbiət dərsliyimizdə də çox gözəl materiallar vardır. Hətta təbiət dərsliyi ilə bağlı monitorinqlər də təşkil olunur. Onun vəziyyətini öyrənmək üçün Nazirlik tərəfindən vaxtaşırı. Məsələn, təbiət dərsliyi tətbiq olunanda mən çox sevindim. Sanki məni o keçmişi xatırlatdı. Həmin təbiət dərsliyi bir növ inteqrativ bir dərslikdir. O da fizika var, coğrafiya var, kimyanın ilk anlayışları və çox hissəsi isə biologiya ilə əlaqəlidir. Mən təbiət fənnini tədris etmişəm keçən il, bu il etmirəm. Amma həqiqətən də mən fikirləşirəm ki, təbiət dərsliyi çox yerində oldu. Mən çox xoşladım. Üstəlik, əvvəllər bizdə sadəcə dərslik idi, bir hissəli dərslik idi, qalın bir kitab idi və iş dəftəri yox idi. Bizim vaxtımızda biz suallara cavablar yazırdıq. Yadıma gəlir, kitabın sonunda bir neçə çalışma olurdu. Yeni təbiət dərsliklərində isə iş dəftəri də var və kitablar özü şagirdlər üçün yüngül olsun, məncə ona görə nəzərə alınıb ki, 2 hissəyə ayrılır. Birinci yarım ildə birinci hissə tədris olunur, ikinci yarım ildə də ikinci hissə tədris olunur. Çalışmalar, açıq çalışmalar, qapalı test tipli çalışmalar var. Çox xoşdur. Mən açıq dərslər hazırlamaq istəyəndə fikir verdim ki, ən yaxın baxdığımız dili bizə rahat olan Türkiyədir. Türkiyənin təhsil sistemində olan mövzularla, o kurikulumu, ardıcıllıqla birə-bir eynidir. Demək olar ki, eynidir. Orada da bioloji proseslərə baxış eynidir. Hətta biz açıb internetdən orada müxtəlif şəkillər götürəndə, orada məsələn səs hadisələrdir, səsin yayılmasıdır, yerin quruluşudur, günəş sistemidir, ayın fazalarıdır. Onlarda fən bilgisi var. Qüvvə, fən bilgisi var. O fən bilgisi mövzularına uyğundur. Yəni resurs tapmaq da bizim üçün asan oldu. Çünki müəllim istəyir axı rəngarəng olsun. Məsələn, adicə orada bir düzdür illər keçib. Orada astronavtlar ilk dəfə yerə gedəndə çəkişlə lələyə yerə atırlar. Yerə yox, aya atırlar eyni bir forma. Mən onları uşaqlara mövzunu başa salanda biraz gördüm nəsə aydınlaşdıra bilmirlər də. Bəzilərinə aydın olmuş. Çünki bütün sinifin qavraması eyni olmur axı.
Mən o təcrübəni göstərəndən sonra ki, baxın, orada yer çəkimi, ay çəkimi, orada atmosfer yoxdur deyə lələ ilə çəkic eyni vaxtda yerə düşəcəkdir. Ondan sonra nə qədər uşaqlara o aydın oldu. İndi çalışırıq ki, bir də yaxşı cəhəti odur ki, mən çox xoşladım. Praktik təcrübələr çoxdur. Məsələn, qüvvə ilə bağlı sadə bir kitabla, bir dinamometr ilə aparılan təcrübələr çoxdur. Mən çox bəyənirəm təbiət dərsliyini. Biologiya fənnindən isə 7-ci sinif dərsliyi, orada biraz belə bir məsələ var da. 7-ci sinif dərsliyində, məsələn, həftədə 2 dəfə tədris olunurdu. Biz orada ilin sonuna doğru mövzular həddən artıq bəsitdir. Uşaqların yaşına uyğun deyil. Biraz daha aşağı yaş uşaqlar. Sanki mən elə, bəlkə də mən yanılaram. Təbii ki, oranın, onun müəllifləri təcrübəli insanlardır. Bir qədər bəsitdir. Məsələn, 45 dəqiqəlik bir dərs ərzində o vaxtı doldurmaq üçün əlavə tapşırıqla müəllim özü gərək hazırlasın onu. Mövzu çox kiçikdir. Amma orada bir digər məsələ nədir? Bir qədər qarışıqlıq. 8-ci sinif kitab başa düşəndən sonra mən bir daha əmin oldum ki, orada bir varislik var axı, ardıcıllıq. Məsələn, 8-ci sinif kitabında mövzu çətindir. Müəyyən mövzular var ki, çətindir. 7-ci sinif kitabında isə mövzular asan olmaqla bərabər bir növ sanki mənə elə gəldi ki, sistemsizdir. Amma ümumilikdə dərslik də qəşəngdir. İkinci hissədəki mövzuları daha çox bəyəndim. İnsanların qida rasionu, sağlamlıq şərtləri, qidalanma ilə bağlı yarana biləcək xəstəliklər, maddələr mübadiləsi. Ən çox sevdiyim mənim oldu bədən kütlə indeksi barədə. Biz bilirik ki, hal-hazırda bir çox xəstəliklər qidalanma problemləri, həyat tərzi ilə əlaqədar, az hərəkətliliklə əlaqədar. Bunlar günümüzün bir növ bəlası hesab olunur. Uşaqları məlumatlandırmağı, bədən kütlə indeksinin ölçülmə qaydalarını verməyi mən çox bəyəndim ki, yəni dövrün tələbidir. Məsələn, çox sevindim ki, çiçək fəsilləri yoxdur. Mən repetitor kimi şagird hazırladığım vaxtlarda, düzdür, həmin şagird indi şagird deyil, artıq internada tibb universitetinə qəbul oldu. O belə bir söz dedi mənə, belə intellektual biri idi, bir qədər belə oxumaq biraz belə çox intellektual biri, çox yaxşı bir şagird idi, amma mənə belə bir söz dedi ki, ay müəllim, mən tibb universitetinə getmək istəyirəm. Mən niyə xaççiçəklər fəsilləsinin çiçək düsturunu neynirəm ki, yabanı mədəni nümayəndələrini neynirəm ki? Belə baxanda, yəni tətbiqi xarakterli deyildi və fəsilələr 7-ci sinifin əvvəlki dərsində kifayət qədər də yer tuturdu. Şagirdlərə onu öyrətmək də şeydir. Çünki əzbər tələb eləyir, heç vaxt görmədikləri bitki adları, heç vaxt tanımadıqları heyvan adları, yəni heyvanlar aləmini öyrənmək asan olurdu. Bitkilər aləmini öyrənmək biraz onlar üçün çətin olurdu. Tətbiqi xarakter daşımayan, onlar üçün gələcəkdə çox da belə əhəmiyyətli olmayan. Çünki bizim ümumi təhsil qanununda da belə bir müddəa olmalıdır ki, dərsliklər tərtib olunarkən məzmunu ağırlaşdıran, faktoloji biliyə əsaslandıran biliklərə yol verilməməlidir. İndiki dərsliklər o baxımdan yığcam görünməyi belədir ki, həddən artıq yığcamdır 7-ci sinif dərsliyi. Amma gözəl məsələlər odur ki, məsələn, insanların hamısı məlumatda olmalıdır. Bədən kütlə indeksi nədir? Çəki artıqlığı və yaxud zərərli qidalar və qidalanmaq bizə hansı ziyanı verə bilər? Bunları bilmək çox yaxşıdır. Ona görə yəni ikinci hissəsi həmin o kitabın 7-ci sinif kitabının daha gözəldir. 8-ci sinif dərsliyində isə 8-ci sinif dərsliyində biologiya dərsliyində çox gözəl mövzular verilib və əvvəlkindən fərqli olaraq əsaslı şəkildə məncə, məsələn, biz uşaqlara deyirdik ki, bitkilər su və mineral maddələri kök tükçüləri vasitəsilə torpaqdan soruş. İndi amma o mexanizm necə baş verir? Çünki orada öz-özünə o durub gəlib yuxarı qalxmaz ki, o hansı qüvvələr o yuxarı qalxmağını təmin eləyir, biz bunları öyrədirik. Məsələn, biz olimpiyadada öyrədirdik uşaqlara osmosdur, turqordur, belə prosesləri. Amma indi dərsliyə daxil edilməsi çox gözəldir, çox xoşum gəlir. Şəkilləri çox yaxşıdır, təcrübi xarakterli məsələlər çox yaxşıdır, təcrübələrin qoyulması, dərsliyin 2 hissədən ibarət olması, deyək ki, təsnifatın o ağır təsnifat var, sistematika. Bəli, izah baxımından da sadədir, müəyyən qədər düzdür, mövzular ağır da olsa, yəni anlayışlar biraz ağır olsa. 8-ci sinif şagirdinin qavraya biləcəyi həddədir və rahatdır. Məsələn, bir mövzuya kifayət qədər vaxt ayrılır. Bu da çox yaxşıdır. Sonra müqayisəli təhlillə çox önəm verilir. Bu çox yaxşı bir şeydir. Biz əvvəl dərs keçəndə moleküllərin qan damar sisteminə ayrı keçirdik. Bulmayaqların qan damar sisteminə ayrı keçirdik. Onların hamısı əzbəri xarakter daşıyırdı və Dövlət İmtahan Mərkəzinin testlərində də əzbəri faktoloji bilik üstünlük təşkil edib. Seçim tipli testlərdə. İndiki
Kitabda isə məsələn canlılarda qan damar sistemi verilir ümumi və onları müqayisəli şəkildə sadədən mürəkkəbə doğru sxemlər verilib. Çox xoşdur, çox. Məlumdur ki, dərslikdə nə olsa, din də onun əsasında hazırlayır, tərtib edir sualı. Bu baxımdan şagirdlər üçün bu daha uyğun, əlverişli sayılır. Bəli. Mənim bir müəllim kimi, yəni 8-ci sinif dərslikləri çox xoşuma gəlir. Düzdür, müəyyən məsələlər var ki, onlar fərqli ədəbiyyatlarda fərqli götürülür. Amma kitabın özünün tərtibatı, şriftin özü, səhifənin özünün dizaynı məncə yaxşıdır. 7-ci sinif kitabı biraz daha çox bəsit gəldi mənə, amma 8-ci sinif dərsliyi mən hesab edirəm ki, mən çox vaxt türk dərsliklərinə baxıram. Onların dərsliklərinə hardasa uyğundur. Və ədəbiyyat siyahısına maraq üçün mən baxdım. İşlətdiyi ədəbiyyat siyahılarda, yəni qabaqcıl və fundamental dərsliklərdən var. Bu da yaxşı bir şeydir. Aydındır, sağ olun fikirlərinizə görə. Sizin fikrinizi alaq. Əsas, yəni yanaşmanın kökündə prinsipial bir məsələyə münasibətinizi bilmək istəyirəm ki, il 2025-ci ildir və 2025-ci ildə mövcud olan dərsliklər 2025-ci il elminin nailiyyətlərinə nə qədər uyğundur və o baxımdan yanaşsaq ki, bu 2025-ci ilin dərsliyi 2035-ci ilin adamın, 2045-ci ilin adamın hazırlayır. Nəzərə alsaq ki, ümumiyyətlə təkcə Azərbaycanda deyil, dünyada elm sürətli şəkildə inkişaf eləyir. Hətta biz burada oturmuşkən artıq müəyyən laboratoriyalarda hansı tədqiqatlar aparılır, bir neçə gündən, həftədən sonra hansı elmi nailiyyətlərə imza atılacaq. Yəni hər birimiz buna artıq gözləntidəyik. Çünki davamlı şəkildə bu elmin inkişafı sürətli gedir. Dərslik nə qədər buna cavab verir? Biz artıq 30 ildən sonra bu mütəxəssisi ki, dərsliklə hazırlayırıq, buna nə qədər cavab verir, ayaqlaşa bilmir. Primitiv bir misal çəkəcəm. Müəllimə az əvvəl, məsələn, xaç çiçəklər dedi, olsun lap göl çiçəklər. İxtisasca bioloq olduğumuza görə biz o istiqamətdən gedirik. Baxın, 8 il bundan qabaq bunu artıq şagird öyrənib. Bugün amma tibbdə onu nə qədər tətbiq eləyir. Amma biologiya sahəsinə gedibsə, sırf botanika üzərindən gedibsə, əlbəttə ki, onun üçün belə deyək ki, bu mövzu aktualdır və bilik mənbəyi olaraq hesab edilə bilir. Mən xüsusilə müəllimənin 8-ci sinif biologiya tədrisi kitabından vurğuladığı hər bir fikirlə razıyam. İstər izah, dizayn, mövzuların yenilənməsini bu ilki 8-ci sinifə tədris olunan biologiya dərsliyindən söhbət gedir. Hər birindən, yəni həmfikirəm müəllimə ilə. Bir nüansı istəyirəm bildirmək. Məsələn, kimya fənni ilə biologiya fənninin uyğunluğu deyilən bir anlayış var, inteqrasiyası deyək. Məsələn, orada maddələr mübadiləsi bildirdiniz. Həmən verilən o reaksiyalar, məsələn, kimya dərsliyində uzlaşmır. Yəni, bir 8-ci sinif şagirdinin gözü ilə baxsaq, bu proqramı anlamadığına görə o gəlib bunu keçəcək 8-ci sinifin, səhv eləmirəmsə, aprel ayında, amma artıq biologiyadan bundan yüklənir. Baxın, burada bir halqa qırıntısı şagirddə ola bilər. Müəllim üçün heç bir sıxıntı yoxdur, çünki müəllim onsuz da bunu bilir. İstər kimyanı bitirən müəllim, kimya ixtisasını bitirən, istər biologiya ixtisasını bitirən müəllim, hər ikisi bunu bilir. Amma burada mövzu müəllimin bildiyi deyil, axı, şagirdin qavrama məsələsi var. Dərsliklərdə bunu tərtib edərkən nəzərə almaqlarını, eyni fənnə bir-birlərini, belə deyək, əgər inteqrasiya olunan fən varsa, onu düzgün proqramla tərtib eləmələrini, yəni uyğun olar. Yəni bunu kənardan baxanda biz bunu görürük. Bugün nə qədər amma uyğundur? Mən müəllimə öz şagirdlik dönəminə qayıtdı. Dərsliklərdən, təbiətşünaslıqdan danışdı. Azərbaycan dili mövzusuna fənnim olmasa da evladım təhsil alır və onun dərsliyinə baxanda, məsələn, bir var qədər anlayışı, bir var daha yaxşı çox mənimsəmə, bir də var ki, yorucu mətnlərin olduğunu müşahidə edirəm. Hansı ki, oradan öyrənməli orfoqrafik yazıya görə və yaxud hər hansı bir qaydanın tətbiqi üçün lazım olan sözlər ki var, onu daha anlaşıqlı verilə bilərdi deyə düşünürük, amma şagirdin ev tapşırığına salınan ki, o mətnlər ki var, onlar şagird zehni üçün yüklüdür, yorucudur.
Yəni bax bunların nəzərə alınmasını, amma tərtibat çox qəşəngdir. Məsələn, mən oturum o dərsliyi açım, mənim gözümə oxşuyur, gözümə xoş görünür. Şagird 7-ci sinif şagirdi üçün nə qədər qavrayıcıdır. Bax ona bir də təhlil etmələrini buradan müəllim olaraq xahiş edə bilərik. Başqa nə deyə bilərik? Məsələn, riyaziyyat dərsliyinə toxunmaq istəyirəm. Nə qədər uyğun gəlir dövrümüzə, bunu da bildirim. 5-ci sinifdə kəsirlərin ixtisar mövzusu ümumiyyətlə 5-ci sinifdə verilməyib. 6-cı sinif, deməli şagird onu gəlib tədris almalıdır 6-cı sinifdə. İşin maraqlı tərəfi odur ki, bu illərdə 6-cı sinif dərslikləri yenilənir və onlar salınıb 5-ci sinifə. Və bir il ərzində o etapda, yəni 5-ci sinifdən 6-cı sinifə keçən mərhələdə o ilin uşaqları ixtisarı bəlkə də qarışdırdılar. O şagird ya gəldi onu fevral ayında anladı, ya da anlamadı, üzərindən getdi. Yəni o artıq halqa orada qırıldı. Yəni bu dərslikləri yazanda, onu tərtib eləyəndə xırda nüanslar var ki, nəzərdən qaçır. Amma bu günləri sosial şəbəkələr bu mövzuda çox aktivdir. Kifayət qədər müəllimlər var. Dərhal bunu işıqlandırırlar, bildirirlər və düşünürəm ki, dərslik tərtibatında da bunlar nəzərə alınır. Sualımızı konkretləşdirsək, bu günləri bu dərsliklər elmlə nə qədər uzlaşır, ayaqlaşıra baxsaq, təbii ki, əvvəl də bildirdiyim kimi elm sürətlə inkişaf eləyir. Dərsliklər isə ən yaxşı halda 5 ildən bir yenilənir. Amma təklif olaraq verə bilərik ki, dərsliyin özünün dəyişməsi istər büdcə, istər strategiya baxımından daha çox zaman aparsa da, yəni bu qınanılacaq bir məsələ də deyil, bir dərslik hazırlanır. Görün orada nə qədər fikir mübadiləsi gedir, nə qədər orada rəylər var, yəni onlar hamısı nəzərə alınaraq 5 ilə ancaq tərtib olunur. Amma təklif olaraq verə bilərik ki, bölmə-bölmə dəyişiklik etmək olar. Yəni elmlə ayaqlaşaraq bir dərsliyin özünü dəyişmək şərt deyil, amma bir bölməsini bəli. Yəni onu həm daha sürətli, həm çox da dəyişiklik nəzərə çarpmadan, yəni ən azından o boşluqları bərpa eləmək olar deyə düşünürəm. Bir fikrə də münasibətinizi bildirməyinizi istəyərdim. Prosesin içində olan adamlar kimi və onu göz gözləri ilə görən, yaşayan insanlar kimi. Bugün orta məktəbdə ümumi o tədris planının belə götürək, 100% mi vacibdir? Yəni, niyə bunu soruşuram? Məsələn, 50 il bundan əvvəl bir dövrü təsəvvür eləsək, orada biliklər kifayət qədər az idi. 20 il bundan əvvəl indikindən xeyli az idi. Amma indi o qədər biliklər çoxalıbdır ki, və onların hamısının orta məktəb tədris planına və yaxud da dərsliklərə salınması nə qədər vacibdir, zəruridir. Çünki bu son nəticədə gətirir, müqayisədə deyim. Məsələn, 80-ci ildə bir şagirdin oxumasına sərf olunan enerji zamanla 2025-ci ildə bir şagirdin oxumağa sərf etdiyi zamanla enerji arasında böyük bir fərq var. Mənim anlamda ola bilər, səhv edirəm. Yəni, insanlar fizioloji olaraq dəyişməyiblər, həmin insanlardır. Amma 80-ci ilin şagirdi daha az yüklənirdi, 2025-ci ilin şagirdi daha çox yüklənir. Bu baxımdan bəlkə bir o ən zəruriləri saxlamaqla biraz sadələşdirmə, ixtisarlara gedilməlidir tədris planında. Necə fikirləşirsiniz? Diferensiallaşma olmalıdır. Mən hesab edirəm ki, aşağı sinifdən. Çünki biz deyirik ki, sadələşdirək. Dünyada bu tendensiya var da. Məsələn, mən bir sənədi filmə baxdım, Koreyalı şagirdin bir günü. O ağırlıq onlarda da var, o çanta ağırlığı onlarda da var. Amma biz durub sırf uşağa rahat olsun deyə bizim vaxtımızda bir tək cızıl dəftər var idi ibtidai sinifdə. Bir də ki, bir rəsm dəftəri var idi, bir də ki, riyazi damalı dəftər var idi. İndi məsələn, nə qədər testlər, mən onu da demək istəyirəm. Burada testlərdə, bəzi testlərdə QR kod olur. Məsələn, dinləmə mətnləri, bu yaxşı bir şeydir əslində. Biz onları deyək ki, sadələşdirək, bu fənn bizə tədris olunmasın, ağır sadələşdirək. Axı, dünyada insanlar o bilik üçün mübarizə aparırlar. Biz hamısını sadələşdirə, bəsitləşdirərək biraz da geri qalmış olarıq. Tələblər busa tək bizdə çox deyil axı. Əvvəl mən də fikirləşirdim ki, mən də evladlarım ibtidai sinifdə oxuyurlar. Fikirləşirdim ki, çoxdur. Özüm də bəzən yoruluram. Bəzən orada elə testlər olur ki,
nə qədər fikirə gedirəm. Sonra deyirəm, uşaq bunu necə həll eləsin? Özüm belə həll eləyəndə baxıram ki, çox çətin gəlir. Düşünmək lazım olur. Oxuyub anlama bacarıqları tələb olunur. Ona görə də düzdür, sadələşdirmək müəyyən qədər olar, yığcam eləmək. Amma hansısa fənni ixtisar eləməklə mən razı deyiləm. Yəni hətta fikirləşirəm ki, məsələn, mənlə olsa sadəcə təklif verə bilərik. Məsələn, kodlaşdırma ilə bağlı aşağı sinifdən öyrətmək lazımdır. İnformatika dərsliyi kimi yox. Sistem mərkəzində müəyyən oyuncaqlar var. Hələ yazma, oxuma bilməyən uşaq bir alqoritm vərdişləri formalaşdıran. Həmin oyuncaqlar oyun əsaslı öyrənməni təbliğ eləyir. Mən çox istəyərdim ki, yəni biraz tez diferensiallaşma olsun. Aşağı siniflərdən artıq ayrılsın. Bildiyimə görə bir sıra ölkələrdə var. Amma hansı fənni ixtisar eləmək, yəni bunu təbii ki, dərsliklərdə qüsurlar var, təbii ki, çətinlik var. İxtisar eləmək musiqi savadlılığı da lazımdır insana. Bu estetik zövqdür, formalaşmalıdır. Sonra həyat bilgisi var ibtidai siniflərdə. Bu çox yaxşıdır. Yəni təbiət fənni var aşağı siniflərdə. Bu təbiət haqqında ümumi təsəvvürlərin olması yaxşıdır. Bizim vaxtımızda biz oxuyurduq, o kitabın dili çox axıcı idi və biz uzaqbaşı aşağıdakı suallara cavab yazırdıq. İndi çalışmalar fərqlidir. Şəkil verilir, artıq şagird şəkildən məlumatı təhlil eləmək bacarığı olmalıdır. Demək ki, onun müşahidə qabiliyyəti olmalıdır. Şəkildəki alqoritmanı mənimsəməlidir ki, məsələn, bu proses necə baş verir və ona uyğun müxtəlif çalışmalar var. Bizim dövrümüzdə mən yadıma gəlmir seçim çalışmaları. İşləməmişəm. Yaxşı oxuyan şagird olmuşam. Seçim xarakterli çalışmalar var, ardıcıllıq tələb edən çalışmalar var, məntiqi ardıcılığı tamamlayın. Mən fikirləşirəm ki, bu bizdə də var, mən əminəm bundan, çünki baxmışam. Rus dərsliklərində biraz azdır bu, amma türk dərsliklərində bu çoxdur. Onların, məsələn, testləri var da, AYT testləri, müxtəlif imtahan modelləri var, fərqli-fərqli istiqamətlərdə. O testlərə baxanda görürəm ki, biz getdikcə onlara uyğunlaşırıq. Yəni öyrənməlidir deyə düşünürəm müəyyən qədər. Çünki ayaqlaşmaq lazımdır. Sizin sualınızı mən biraz fərqli yöndən belə deyək qavradım. Fən yox, amma fənnin dərsliklərində müəyyən qədər məsələn nə yüngülləşdirmək olar? Məsələn, iş dəftərlərini dərsliyə yerləşdirmək olar. Burada iki səbəb var. Bir, şagirdin diqqəti artıq bir yerə cəmlənir. Dərsini oxuyur, belə deyək, mövzunu öyrənir, arxasınca da həmən verilən tapşırıqları icra eləyir. Burada artıq biliyin möhkəmləndirilməsi prosesi gedir. Səbəb nədir? Bu günlər əgər biz bərabərlikdən danışırıqsa, gəlin səmimi etiraf eləyək. İş dəftərlərin bugün nə qədər valideyn 8-9 fən üzrə alıb övladına tətbiq edə bilir. Məsələn, adi bir rayon üzrə biz bunun monitoringini aparsaq, müqayisəni kifayət qədər fərqli şəkildə görə biləcəyik. Yəni, mən valideyn olaraq 6 fəndən evladıma iş dəftəri almışam, digər 4 fəndən almamışam. Niyə? Çünki bu mənim yanaşmamdır, mənim düşüncəmdir. Mənə görə o qədər də dərslikdən oxusa kifayət eləyər. Amma həmən o tapşırıq, bəlkə də evladın elə yönü, istiqaməti həmən o mənim uyğun görmədiyim, məsələn, iş dəftəri fənli olan bir sahə olacaq. Yəni, burada valideynlərin seçimi artıq başlayır rol oynamağa. Eyni zamanda onların maddiyyatı rol oynayır və biz bərabərlikdən bu mövzuda danışdıq. Dərslik mövzusunda respublikada təhsil alan şagirdlərin təhsil almağı, eyni biliyə öyrənməyinin bərabərlik prinsipini iş dəftəri ilə pozuruq. Baxın, valideyn gəlir, bu bir valideynin sözü deyil. Bir neçə valideynin müraciətidir ki, siz dərsliyə ödənişsiz verirsiniz. Bəs iş dəftərini biz niyə almalıyıq? Yəni, bu sualın ünvanın cavabı bizdə deyil də. Yəni, biz təklif eləyə bilərik ki, bax, dərslikdə yazılıb, yəni siz bundan ala da bilərsiniz, almayıb. Deyir, o zaman mən almamağı tərcih edirəm. Ona görə ki, mənim 3 evladım var. Mən maddi olaraq bunu çatdırmıram. Bunları dinləmək bir müəllim olaraq bizim üçün belə deyək də yüngül deyil. Həqiqətən bu bizi həm məsuliyyətə yükləyir, eyni zamanda dərsin proqramını məcburuq ki, müəyyən qədər iş dəftərində verilən hamıya əlçatanlıq olsun deyənə onu 45 dəqiqəyə daxil eləyək. Bax, bu baxımından, amma nələri yüngülləşdirə bilərik? Məsələn, əlavə məlumatlar ki var, o əlavə məlumatları şagirdin
özünün asudə zamanında istifadə edə biləcəyi bir sahədə çalışdırmaq. Bundan əlavə, müəllim ancaq biliyi ötürən deyil axı. Yəni mən bunu bilirəm, sizə şagirdə dedim, şagird getdi, bunu bildi deyil. Müəllim öyrədəndir, düzdürmü? Onun öyrətməyi üçün dərslikdə olan resurs belədir ki, əl çatandır, hamı bunu qavrayır. Amma sırf yüngülləşdirmək, bəli, mən şagird olanda idmana da getməyə zamanımız var idi. Musiqi təhsili deyirsiniz. Bəli, insanın bir musiqi duyumu, bir musiqi zövq olmalıdır. Ümumiyyətlə bir sabah axı bu təkcə şagird deyil, cəmiyyətə çıxır, düzdürmü? Cəmiyyətə çıxan insanın müəyyən həyati bacarıqları olmalıdır. Danışdıq, yadıma düşür, mən 8-ci sinifdə oxuyanda sinif qızlarımızla biz məktəbdə borş bişirmişdik. İlk anam evdə uşaqsan etmə dediyi həmən o taxta bıçağı mən gözəl müəlliməmdən ilk dəfə paytaxt salat eləmişəm. Yəni bu gözəl duyğudur. Xatırlayanda belə mənə xoş gəlir. Bugün bizim uşaqlarımız təəssüf hissi ilə bildirirəm ki, ayaqqabı bağını bağlaya bilmir. Amma çox zəkalı olimpiada medalçımız var ki, öz ayaqqabı bağını bağlaya bilmir. Yəni bu uyğunsuzluq hardan gəlir? Ya ailə də burada günahlandırılacaq bir yer deyil. Çünki o çox yaxşı oxuyur. Məktəb üçünsə həmən şagird gözünün işığıdır. Niyə? Çünki o olimpiada medalçısıdır. İzah eləyə bilirəm. Burada bu təzad var. Amma həyati bacarıqları nə qədər yerindədir. Baxın, biz düşünürəm ki, əmək dərsləri düzdür. Bugün sistemlə əvəzləndi. Sistem çox inteqrativ, eyni zamanda aktual bir sahədir. Onun gəlişi biz orada işlədiyimiz üçün, tətbiq etdiyimiz üçün görürük ki, nə qədər bu cəmiyyət üçün, dünya ölkələri ilə ayaqlaşmaq üçün çox yaxşı bir ixtisasdır. Yaxşı bir fəndir daha doğrusu. Amma bugün bütün uşaqlar sistem yönlüdürmü? Yenə də təcrübədən danışacağım. Valideyn deyir ki, siz orada deyinirsiniz, kağız kəsirsiniz, kley yapışdırırsınız. Hansı ki, bu 6-cı sinifin materialı budur da. Yəni bizə qoyulan təklif budur ki, biz 6-da bununla işləyirik. Məsələn, 8-ci sinifdə Arduino proqramlaşmanı keçirik. 7-ci sinifdə müəyyən mikrobitdir, Tinkercaddır, yaradıcılıqdır. Biz bunları amma onun irəli geri qala bilmirik axı, proqram məsələsi var. Nə qədər şagird sistem yönümlüdür, Sevinc müəllimə, siz də sistemi tədris edirsiniz. Ümumiyyətlə müəllimənin dediyi də həqiqət var, birinci onu deyim. Bir məsələ də var orada. Bəli, qiymətlər bahadır. Bununla razılaşaq. Mən də bir valideyn olaraq baxıram ki, tez çox qiymətlər bahadır. Amma bir məsələ də var. Kitabda çalışmalar var. Sonunda tətbiqi çalışmalar var. Öyrəndiklərinizi tətbiq edin, öyrəndiklərinizi yoxlayın. 2-3, amma iş dəftərində daha çoxdur. Bu bir növ bir sizin həm də nə üçündür? Praktik xarakterli dərslərdə dərsliklərə uşaqlar baxmasın. Açır iş dəftərini, müstəqil işləyəndə artıq dərsliyə baxmasın. Bir yerdə olanda, o bir səhifəni çevirəndə orada var bilik. O şəkil orada var. Ona görə həmişə dərsliklər bağlı olmalıdır. İş dəftəri 2 dənə də müstəqil iş vaxtında. Yaxşı tərəfi də var. Çalışmanın ayrı olması yaxşıdır. Bəzən mən onları yığıram. Dərsi keçəndən sonra növbəti dərsi 2 saatlı dərslərdə iş dəftərini işləyəndə dərsliklərə baxmayaraq, biliyi öyrənən nəzər hissəni, tətbiqi sonra məşq edirik. Bununla razıyam Sevinc. Amma qiymət bahadır. Bu yox. Biz şəhər mərkəzində çalışırıq. Nəzərə alaq ki, hər yerdə Respublikanın bütün şəhərləri ilə kəndlərin arasında müəyyən bir fərqlər olur. İstər sosial baxımdan, şübhəsiz. Yəni bu fərqi biz görə bilirik. Yəni bu nə qədər əlçatandır. Ucuz olsa çox yaxşı olardı. Onunla mən də razıyam. Dərsliklərimizin qiyməti bahadır. Yəni bu dərs vəsaitlərin. Yəni bizdə şagirdlər hamı eyni biliyə sahib olmur. Mən ən çox 9-cu siniflərin qiymətləndirilməsində buraxılış imtahanı deyirik də 9-cu siniflərin. Orada o dövrdə mən özümdən bir ixtiyar həssaslaşıram. Niyə? Çünki orada mən kənd uşaqları ilə rastlaşıram ki, onlar ingilis dilinin tədrisi deyək ki, müəllim tədris edir. Amma dinləmədir, yazıdır, amma bal nəticələri aşağı gələndə adam üzülür. Hansı ki, uşaq riyaziyyatdan 100 bal alır, ingilis dilindən gəlir 34 bal alır. Yəni potensiallı uşaqdır, qavrayan uşaqdır. Amma nə qədər əlçatan olub, onun internetə çıxışı olmayan bir yerdə yaşamağı günahı deyil də, yəni. Amma buna görə qiymətləndirilir. Əgər bu məktəbin infrastrukturu çatmırsa, ola bilər sosial baxımdan dağ başında qalır bu şagird, bu da ola bilər. Amma dərslikdə olsa həmən mövzu, yəni bu həmən öyrənmək istəyən şagird hər yerdən tapıb öyrənir deyirik. Amma yenə də hər kəsənin bir çıxış nöqtəsi var da. Yəni bu sonda amma o hər bir şəraitdə təhsil alan bir şagirdlə eyni imtahana girir. Amma dərslik eyni deyil. Çünki onun əlavə qiymətləri deyil, ona qalsa maddi durum eyni deyil, deyək ki, burada hazırlıqlar var, o düzdür. Amma
Bu həqiqətən də düzgün bir fikirdir. Bəlkə də yaralı bir, çox ağır bir Mən bu məsələ. insanlarla Amma rastlaşıram. Bu insanları görürəm. Ona görə bu məni həssas. Dinlənə bacarıqları mütləq yoxlanmalıdır. Bəli. Baxın, adi bir söz deyim, Xınalıqdan bir şagird idi, bələdçilik eləmişdi kurslara. Nə qədər danışıldı, məşhurlaşdı, dil bilikləri yaxşı idi. Dinləmədi, oxuyub anlamadı, danışılan bir mətni anlamaqdır, onu təhlil etmək bacarığıdır, zəruri xarici dildə yazı vərdişlərdir. Bunlar olmalıdır və əlbəttə ki, buna uyğun şərait, buna uyğun kadrlar olmalıdır. Bayaq toxunulan sistem dərsi. Məsələn, deyirlər, istedadlı şagird üçün istedadlı müəllim. Müəyyən bir yaşa qədər insanın imkanları, yaddaş imkanları. Məsələn, mən boynuma alım ki, əlimdən gələni eləsəm də, orada məsələn ancaq reqlamentlik, proqramda olan məsələn radar sistemi onları eləyirik. Arduino kodlaşması informatika sahəsində, kodlama sahəsində güclü biliyi olan müəllim, pedaqoq tələb edir. Bizdə mən əminəm çox az müəllim var ki, ölkə üzrə sərbəst kodlaşdırma həyata keçirə bilir. Çox ağır. Mən onun üçün bir il hazırlaşmışam distant yolla. Sırf şagirdlərin qarşısında adam özünü pərt hiss eləməsin. Bir də görürsən uşaq səni gəlib keçir. Sən bilmirsən o nə. Bilirsiniz adama necə təsir eləyir? Yəni həqiqətən də, yəni şagird səni gəlir ötür. Sən onun qarşısında aciz qalırsan. Sən necə gedib o sinifdə dərs keçərsən, sən proqramı bilmirsən, hazır deyilsən. Buna görə mən bir il yarım müəllimə də bilir, distant yolla proqramçı axtarıb tapdım ki, nəsə öyrənim, nəsə kod. Ondan sonra mən kodlaşdırma bildim. Siz düşünün ki, bu boyda deyirlər, sistem dərsinin əhatə dairəsi genişlənsin. Genişlənsin, razıyıq, çox yaxşı. Amma bunun yaxşı olardı ki, bunun fakültəsi olsun, bunun öz müəllimi olsun və o zəruri bacarıqları da o tədris eləsin. Məsələn, deyirlər, ibtidai sinifdən başlamalıdır, amma bəzi məsələlər var ki, orada yuxarıdan başlamaq lazımdır. Biz, necə deyim, müəllimi yoxdur bunun. Bunun ixtisaslaşmış kadrı yoxdur. Təbiət müəllimi, biologiya müəllimi, kimya müəllimi, fizika müəllimi sistem keçsin. Bəli. Təbiətlə əlaqəli mövzuları keçə bilər. Bəlkə fizika müəllimi fiziki qüvvə ilə bağlı olan bir şeyi eləyə bilər. Amma daha irəli səviyyə bu şagirdlərə yaxşı dərs keçə bilmək üçün mütləq onun öz ixtisaslı müəllimi olmalıdır. Biz nə qədər də çalışsaq, mən həqiqətən də yəni çox çalışıram ki, nəsə əldə eləyim, bir şeylər hazırlayım, elektrik dövriyyəsidir. Bunların öz ixtisaslı kadrı olmalıdır. Bəli, bütün məktəblərdə dinləmə qurğuları olmalıdır, internetə çıxış imkanları olmalıdır. Bunlar yəni dərslikdən ayrı dəyərləndirilməli və geniş bir mövzulardır problemlər. Ona görə, yəni sırf orada o yoxdur deyə bunu bütün ölkə üzrə çıxaraq dərslikdən çox sadə olsun dərsliklər. Dərslikdən çıxarmayaq. Əksinə dərsliyə daxil eləyək. Dərsliyə biz onu necə daxil edə bilərik? Uzaq başı, məsələn, mən ingilis dilli dərsliklər var. Onlarda kod olur, QR kod və onların öz portalı olur, saytları. Məsələn, orada animasiyalar var. Ora yaxınlaşdırır uşaq telefonu, ağıllı telefonu. Zəruri tətbiqlər. Orada o təcrübəni, burada yazılan mətn təcrübəsi ev şəraitində özü onun animasiyasını, uyğun testlərini, daha kitabda çox yer tutmasın deyə nəzəri materialın yanında yaxınlaşdıraraq onu öyrənə bilir. Amma digər fənlərdə, yəni onlara o qədər də Bizdə yox, fizikada çox ehtiyac var. Biologiyada ona çox ehtiyac yox. Dinləməyə yoxdur da, yəni tətbiqə ehtiyac var, əlavə işləməyə ehtiyac var. Xarici dildə yoxdur. Xarici dillə bağlı olan mütləq dinləmə bacarığı. O aydındır xarici dillə olan, amma digər fənlərdə axı dinləmə yoxdur, tətbiq var. Tətbiq var. Sonra təcrübəni o şagirdlərə bərabər paylanmır. Bax, mənim demək istədiyim odur. O düzdür. Amma bu dərsliyin yox, daha doğrusu imtahanı qəbul edən şəxsin yox, bu şəxsin yox, bəli. O infrastruktura cahil olanların, belə deyək də, düzəltməli olduğu bir şeydir. Aydındır, böyük problemdir və bu yerdə elə bir neçə sizin fikrinizi alım, sonra bir daha bir dərin məsələyə münasibətinizi bilmək istəyəcəm. Bugün orta məktəbdə bir şagirdin nə qədər kitaba və belə deyək o iş dəftəri dediniz də, fizika olaraq. Təxmini orta hesabı var. Evladlarımızı biz bildik də. Dərslik ödənişsizdir, dövlət hesabına verilir. Lakin iş dəftərləri fərqli qiymətədir. 4 manat və 15-18 manata qədər bunun civarı dəyişilir. Belə götürəndə bir 5 dənə iş dəftərinə ehtiyac olur da. 5 yox, əslində hər fənnin özünün iş dəftərləri var. Əgər söhbət mənimsənməkdən gedirsə, hər birinin əlavə iş dəftərləri var. Bu da təxminən 10 fən sayılır.
ümumi götürsək bir 100 manat. Orada biraz civarında artıq. olabilir. Çünki bu tək o deyil axı. Burada deməli texnologiya dərsində istifadə olunan vasitələr var ki, onları valideynlər özləri təmin edirlər. Bu plastilindir, xəttkeşdir, bunlar. Daha sonra məsələn əlavə test olmalıdır, qiymətləndirmə monitorinqləri, ibtidai siniflərdə monitorinqlərə uyğun çox gözəl test vəsaitləri var. Şəkilli, rəngli. Biz onları alırıq valideyn olaraq. Çünki hər bir valideyn gücü çatan qədər istəyir ki, övladının təhsili olsun. Bir də sinif sayı yuxarı çıxdıqca, üzü yuxarıya getdikcə qiymətlər dəyişilir. Hə. Məsələn, əgər 4-cü, 6-cı siniflərdə iş dəftərlərinin qiyməti 8 manat, 12 manat olursa ingilis dili, məsələn, artıq 9-cu, 11-ci siniflərdə bunlar iş dəftəri yox, əlavə belə deyək, demin proqramına uyğun olan vəsaitlərdir ki, bunların da qiyməti getdikcə üzü yuxarı 20 manata qədər, 22 manata qədər artır. Bu illəri məsələn o məbləği görmüşük. Ümumən götürsək bir sinifdə də bir 10 fənn tədris olunsa, bir 10 da dərslik belə fiziki kitab lazımdır. Əgər söhbət keyfiyyətli tədrisdən gedirsə, bəli olmalıdır. Yəni dərslikdən oxumusunuz, tətbiq yeri olmalısa, iş dəftəri olmalıdır. Test bankı olmalıdır. Yəni bir 10 kitab dərslik, 10 da Bəli. iş dəftəri. Dərslik dövlət tərəfindən ödənişsiz verilir, iş dəftərləri isə valideynlərin hesabına alınır. Ola bilər mən səhv edirəm. Maya dəyərini götürsək, təxminən asan hesablaya bilərik. Bir kitabın maya dəyəri, yazılışı, çapı, kağızı, kraskası, mətbəəsi, yol xərci 10 manata gəlir çıxır. Təxmini. Onun biraz azdır. Götürək 10 kitab bir sinif üçün, bir şagird üçün bu 100 manat elədi. 100 azayında valideyn xərcləyir. Bir şagirdə 200 azayı. Bəli. Planşetlərin bütün indi deyəcəyim imkanları verən planşetlərin qiyməti 100 manat civarındadır. Yəni artıq qiymətlər də get-gedə düşür aşağı. Dərsliklər 5 ildən bir dəyişir. Bəli. Daha yaxşı olmazmı ki, bax o dəyişikliklər sürətlənsin deyə dərsliklər elektron olsun, o planşetə yüklənsin və onda internetə də ehtiyac olmayacaq. Yəni o dağdakı internet infrastrukturu olmayan şagird də o planşetə yüklənmiş istər vizual, istər audio, istər mətn məlumatları yükləyib təhsil nazirliyi, hazır və yaxud da məktəb hazır ona verir planşetdə. Maya dəyəri yenə deyirəm, indi o imkanları verən planşetlərin qiyməti 100 azayında təxmini. İnkişaf etmiş ölkələrdə divarsız dərs deyirlər. Divarsız təbiətə vaxt keçirməsi üçün. İndi göz xəstəliklərinin azalması ilə bağlı bir həkimin çıxışını oxumuşdum mən. Doğrudur. Biz uşaq vaxtı küçələrdə vaxt çox keçirirdik. Bağlarda, küçələrdə və uzaq məsafələrə baxa bilirdik. Göz məşqləri var. Çox kompüterə baxdıqdan sonra bir neçə dəqiqə yuxarı, bir neçə dəqiqə aşağı və uzaq məsafəyə baxın. Mən öz övladımdan, mən məsələn ona çox kompüter vermirəm. Siz bir qədər fərqli də baxsanız, mənə çox maraqlı gələn nədir? Məsələn, bəzən informasiya bolluğudur bu zat. Bir sıra xarici ölkələrdə hələ də tabaşir işlədirlər. Bu düzdür, nə qədər maya dəyəri bahalı olsa, düzdür həqiqətən də, yəni bahadır. Amma planşet bizim uşaqların sağlamlığına pis təsir eləyər. Görmə orqanını sıradan çıxarır. Göz problemləri çoxdur bizdə. Nə dərəcədə düzgündür. Bir də burada başqa məsələlər də var. 5 il əvvəl alınan telefon bu saat tez köhnəlir. Onu bir də uşaqların əlinə veririk. Bir neçə sinif. Bir kitabı belə istifadə edib üzlə tapşırırıq ki, səliqəylə istifadə edin. Bir müddət sonra onların yenilənməsi texniki baxımı var. Yəni dildə asan gəlir, amma sağlamlıq tərəfi bir. Sonra onun istifadəsi, o kim ona cavabdeh olacaq şagirdlərin əlinə o verildikdə və yaxud ki, ona nə qədər məsuliyyət məsələsi, sonra proqramlar, o interfeyslər vaxtaşırı yenilənir. Bir də görürsən müəyyən telefonlarda artıq adi bildiyimiz WhatsApp işləmir. Çünki model köhnəldikcə onlar var. Adi bizdə printerlər var. Onların yenilənməsini biz artıq tapa bilmirik. Çünki onlar bizə gələndə neçə ilin idi. İndi ümumiyyətlə onların o proqram təminatı yoxdur. Amma Yapon təhsilində keçid var. Az, yenə də onlar tam başqadır. Onlarda behaviorizm davranışı üstündür. Onlar fikir verirsiniz, məktəblərdə xadimə işlətmir. Aha. Onda məktəbə də robot göndərsinlər ki, qoy robotlar təmizləsin. Robotlar sahəsində çox qabaqcadırlar. Onlar şagirdi daha çox o reallığa yönləndirirlər. Mən belə başa düşürəm. Mənə çox xoş gəlir onların təhsil metodu, onların yeməkləri, çalışması, qablarını uşaqlar özləri yuyurlar, balaca uşaqlar çox yaxşıdır. Onun üçün də yeni infrastruktur lazımdır. Hər şey gəlir infrastruktura çıxır. Bir də ümumiyyətlə davranış məsələsi burada məni maraqlandırır.
Amma ola bilər. Mən demirəm bu yoxdur. Çünki insanları ümumi götürmək doğru deyil. Adi primitiv bir misal çəkəcəm. Təhsildən kənar ona görə bunu misal çəkəcəm ki, bu hər kəsənin rastlaşdığı bir prosesdir. Bu liftlərə minirikdə ki, müəyyən bir mərtəbəni digər bir yerə qət eləməkdən ötürü. Mən xüsusilə bu yaşayış binalarına diqqət çəkmək istəyirəm. Adam liftə minir, yeni təmir olunub, təzə liftdir, işıqlıdır, genişdir. Bir markeri çıxarıb ora nəsə yazmaq. Günü bugün 2025-ci ildə bir lifti yazan təfəkkür, yəni bir lifti yazan insan. Biz İsraildə olanda mən nəyi müşahidə elədim? Orada muzeylər var və muzeylərdə kiçik yaşlı uşaqlar bildiyiniz oyun oynayır da. Yəni biz o muzeydə Bakıda olanda məsələn gedib gəzib gələndə hamı elə toxunur ki, elə bil ki anasının o qab-qacaqları olan sərginin qabağından keçir. Əl vurma ananın bir günüdür. Amma bizdə muzeylər o cür istifadə olunur. Amma o ölkədə uşaqlar hər şeyə toxunur, hər bir şeydən maraqlanır, tətbiq edir. Baxın, innovativ Edirkən belə nə kəramətdir, etik qaydalarla yeyir. Qırmırlar, onlar sındırmırlar. Amma bizdə nə hikmətdirsə, deməli bizim tədris etdiyimiz liseydə uşaqlar nahar vaxtı qida ilə təmin olunurlar. Bu çox yaxşı bir xüsusiyyətdir. Çünki uşaqların acma vaxtı olur. Bunu bütün məktəblərdə tədris, yəni daha doğrusu tətbiq etsələr, həqiqətən çox yaxşı olar. Şagirdlərin həm qidalanması, həm təhsil alması, valideynlər də müəyyən qədər o iş rejiminə müsbət təsir edər. Bu ayrı bir mövzudur. Orada nə ilə rastlaşıram? İnsan axı işlədikcə təcrübələrindən danışır. Bir də görürsüz ki, şagird də gəlib, yəni götürüb naharını, padnos, yəni xonça deyək, götürür öz qablaşmasına, gedir, oturur, yeyir, nə yaxşı. Qaytarıb gətirib qoyanda vilka elib. Niyə? Niyə qardaşım? Bax, niyə? Bax, bu vilkanı sən qidalandın. Niyə bunu məhv elədin? O kurikulumu, o behaviorizmi izləmək lazımdır, ciddi. Orada düzdür, nəzərə ağırlıq var. Yaponlarda. Dünyanın bir ölkəsidir ki, onlar getdiyi stadionlarda oraları yığışdırıb çıxırlar. Bax biz indi danışırıq. Bu illərin ənənəsidir. Onun bünövrəsi qoyulub orada. Bir var həyət, bir var konsert. Orada hər bir belə deyək, insan iştirak eləyir. Müəllimlər üçün universitetlərin birində konfrans var idi. Həmin o konfransa getmişdim. Qayıtıb oradan çıxanda iskeyimi unutduğum üçün otağa qayıtdım və otağa qayıtanda ümumi vəziyyətə baxdım. Yerdə su butulkasından tutmuş sarfetkaya qədər yerdə var idi. Yəni mənim ilk gəlib girib oturduğum səliqəli yerlə kifayət qədər fərqlənirdi. Yəni bunu ali təhsilli, kifayət qədər pedaqoji təcrübəsi olan bir şəkil konfransa gəlib, elmi konfransa gələn müəllim yığını edir. Biz indi demirəm ki, bunu şagird belə edirsə, yəni bu bizdə cəmiyyət olaraq belə. Biz burada mən məsələn bu prosesləri şagirdə, liftə minən hər hansı bir vətəndaşa yönləndirmirəm. Cəmiyyət olaraq bizdə korlama, biz yaponlardan bu baxımdan fərqli ola bilərik. Təəssüf edirəm belədir, amma ya zamanla yenə də deyirəm, şəxsə yönəlik bir məsələdir. Hamı elədirmi, elə deyil. O artıq strateji istiqamət ki, amma şagirdi deyirik. Məsələn, planşeti deyirik, qırar. Həmin o şagird məyər dərsliyini cızmırmı? Dərsliyini ləkələnmirmi? Yəni onu da edir. Amma burada davamlı olaraq valideyn onun xərcini çəkir. Amma planşeti təhsil müəssisəsi verirsə, artıq onun resursu olaraq özü yeniləməlidir. Bu da yenə də büdcə məsələlərinə gəlib çıxırıq. Amma nə qədər uyğun olarmı? Göz kontaktına görə, yəni bu baxımdan müəyyən qədər təhlükəlidir. Bir də bir məsələ var. Nə qədər arxain olacaq ki, o planşet ancaq dərslik yönümlü olsa. Hə, o müəyyən qədər biraz insanda rahatlıq yaradır. Yoxsa şagird təsəvvür edin, dərslik adı ilə oturub YouTube-da kinoya baxır. Ümumiyyətlə, nə bilim, mən belə fikirləşirəm ki, planşetdən istifadə eləmək olar bəzi fənlərdə. Dərsliyin bu tədqiqatlar da bunu sübut eləyir. Dərsliyin niyə kitab oxumağa təşviq eləyirlər? Bu birbaşa toxunmuş var, hissetmə, görmə var, təsəvvür gücü var. Amma planşet o nə qədər də baxmasa müəyyən bir dərəcədə radiasiya gözə təsir eləyir. Bu
aşağı sinif Bir də uşaqları qavramaq məsələsinə görə gələndə mən sürücülük vəsiqəsini Talibovun dərsliyindən öyrənmişəm. Hansı ki, əlimdə kifayət qədər internet resurslar var idi, onlayn imtahanlar var idi. Amma nədənsə qavramam sırf o yaşıl izli məşhur bir kitab var. Yəni o kitabdan və artıq 17 ildir. Yəni necə oxumuşamsa, elə də mükəmməl şəkildə yadımda qalır. Yəni dərsi elə bilirəm daha dərin mənimsədir. Niyə? Çünki toxunuş var, hiss etmə var deyə. Biz axı 5 duyğu üzümüzlə məlumatlanırıq. Amma planşet elə bilirəm robotluğa gedir. Bunu məsləhət görməzdim. Əgər mənim elə bir səlahiyyətim olsa da, bir icazənizlə bir əlavə də eləmək istəyirəm. Bir qədər dəb xarakteri alıb sistem fənni sanki. Şəkil çəkməkdədir. Bilmirəm necə izah eləyim. Bu hər kəsin öz hüququdur. Yox, ümumiyyətlə. Yəni olardı ki, məsələn, orada elə bir fənn olaydı ki, dərnək formasında ya da məşğələ formasında məktəblərdə etika, estetika ilə bağlı. Əgər biz də istəyirik ki, bizim necə deyim, təmizliyimiz olsun, bunu vətəndaşlara aşağı yaşdan formalaşdıraq, kurikulumda nəzərdə tutulması çox gözəl olardı. Amma bu cür ki, deyirik, aşağı sinifdən sistem dərsi keçirir. Baxın, hamı bilir ki, effekt yetərli deyil. Sistem fənni bir saf müsabiqəsindən ibarət deyil. O da elə bir növ bərabərliyin pozulmasıdır. Hamı orada bərabər imkanlarla çıxış edə bilmir. O, necə deyim, bu onların bir növ hüququnu pozur məncə. Çox yaxşı olardı ki, o qədər lap onu belə inkişaf elətdirək, onu lap genişləndirək. Amma genişləndirmə nəyin hesabına olacaq? Ona ayırdığımız diqqət qədər cəmiyyətin mənəvi inkişafına da diqqət ayırmaq yaxşı olardı. Məsələn, onlara davranışı öyrətmək. Bir kitab var idi layihə halında, yadıma gəlir. Həyatı bacarıqlara əsaslanan təhsil. Bəli. Bu nə gözəl kitab idi. Orada olunurmu bu gün? Yox, amma çox gözəl kitab. Atamın bir kitabı var idi, İnsan və Cəmiyyət. Bəli. İnsan və Cəmiyyətdə biz orta məktəbdə ümum təhsildə keçmişik, şagird olaraq. Hə, atamın 2 il müddətinə 9-10-cu siniflərdə tədris almışıq. Sonra onu konstitusiya ilə əvəz elədilər 11-ci sinifdə biz oxuyanda. Yəni biz orta məktəbi bitirəndə artıq qanunvericilik nədən anlayırdıq? İnsanın cəmiyyətdə rolu, cəmiyyət insandan nə? Baxın, biz orta məktəbdə oxuyanda cəmiyyətdə hansı rolumuz var, onun məsuliyyətini anlayırdıq. O bizə, çünki toplu halında, sinif halında, müəllimlərin izahında biz onları eşidirdik, dərsi öyrənirdik, dərsdən qiymətlənirdik. Bunlar var idi. Bunların gətirilməsi həqiqətən yaxşı olardı. Etika, estetika öyrədilməlidir. Bizim cəmiyyətin buna çox ehtiyacı var. Bəli. Var öz yerimdə maraqlı fikirləri görən. Sağ olun. Və sonunda düzdür, siz razılaşmadınız. Müəllimlərin heç bir razılaşmadı. Mən istəyərdim bu barədə, yəni düşünək, niyə düşünək? Göz məsələsi, sağlamlıq məsələsi öz yerində, amma məncə dərsliklərin təkcə məzmunu yox, həm də forması inkişaf eləməlidir. Yəni vaxt var idi tutaq. Elektron dərsliklər. Bəli. Daş üzərində yazılar, gil kitabələr, dəri üzərində yazılar, dərilərdən hazırlanmış kitablar, sonra müasir kitablar. İncəlik həmişə evladın və yaxud şagirdin, gələcək vətəndaşın sağlamlığı olmalıdır. Onun üstündə maliyyə söhbət aparıla bilməz. Mütləq mənada maliyyə baxımından daha sərfəli olacaq, vəsaitə qənaət olmayacaq deyə maliyyə baxımından dərsliyi çevirmək olmaz. Əlçatanlıq baxımından. Əlçatandır, dərsliklər pulsuzdur. Bu günlərin bir yenilik var. Və bu müasir Azərbaycan təhsil sistemi həmin yeniliyi şagirdə çatdırmaq üçün 5 ildən sonra bir kitab çap edəcək. Amma elektron dərslik olsa, onu bu gün ora əlavə edə bilər. Yəni o zamanla əyaqlaşmaq. Bunu da yenə müəllimin təcrübəsi ilə aradan qaldırmaq olar. Məsələn, mən bunu Respublikada nə qədər müəllim bundan ayaqlaşa bilir? Təbii ki, hamısı olmasa belə kifayət qədər sertifikasiyadan yüksək nəticə toplayan müəllimlər var. Qiymətləndirmə dərs qurarkən o qabaqcıl bir nailiyyəti, məsələn, ulu qurdlar almışdılar. Mən onlara şagirdlərə dedim, heç dərsə aidiyyatı da yox idi. Məsələn, sonra şagirdlər gəlib mənə dedi ki, o DNT-ni kəşf edən şəxs dünyasını dəyişib 94 yaşında. Məsələn, onları innovasiyalı olanda illik o deyək ki, mötəbər mükafatlar var. Məsələn, Nobel mükafatı fizika sahəsində, fiziologiya tibb sahəsində. Bunları əlavə resurslardan da öyrənmək olar. Bunları şagird özü də öyrənir. Bəzən şagirdlər bizi təcrübələndirir. 5 illik olması bu bir strategiyadır.
Amma o 5 illik olmasın, biz anında onu dəyişdirəcəyik. İnanın ki, o elektron şəkildə də veriləndə onun bir müddəti olur. Bilirsiniz, bu təkcə istənilənə avtomatik daxil etmək deyil. Onun üzərində müəlliflər işləyir, onu redaktə edirlər, elmi redaktasiya olur. Onlar da müddət tələb edir. Yəni o onu elektron qaydada biz köçürdük, istədiyimiz cümlə işləyəcəyik. Bir ildən sonra sekəş olunca biz onu orada daxil edəcəyik. Yox, yenə müddət tələb edir. Müddət tələb edir, amma 5 il yox. Mən fikirləşirəm ki, yəni mən Mən övladımı sizə fikrinizə hörmət edirəm. Dərsliklərdə yəni təklif təbii ki, yaxşıdır. Üzərində çalışmaq və yaxud hibrid sinif şagirdlərinə etmək olar. Hibrid nə mənada? Yəni müəyyən fənlər ki var, onları elektron, digər fənlər elektron dərsliklər əslində bizdə var. Yəni hər bir dərsliyin elektron versiyası var, amma iş dəftərlərinin yoxdur. Bilirsiniz, hibrid formasında düşünmək, təklif də verirsiniz, qəşəng təklifdir yəni. Ən azından üzərindən gedib daha uyğun, sağlamlığa ziyan olmayan bir formasını birləşdirmək olar. İnteqrasiya edək də, bir-birinə inteqrasiya etmək olar. Sinifinə görə, fənninə görə bunları bölmək olar. Mənim amma burada bildirmək istədiyim iş dəftərlərində verilən tapşırıqlar ki var, onları ki şagird işləyir, daha da biliyini möhkəmləndirir. Bax, o hamı üçün əlçatan deyil. Onu elektron versiyası, onun qiymətini ucuz eləmək olar ancaq. Ki hamıya əlçatan olsun. Onlar elektron ola bilərmi? Məsələn, iş dəftərləri, gəlin indi baxaq. Onlar siz necə düşünürsünüz? Sözünüzü də kəsirəm, üzr istəyirəm. Bu ağıllı qələmlə yazılan yazı real xətt yazısı bildirmi? O hansı film idi? Bizim milli filmimiz adını da Sehrli xalat. Əlini belə çəkir, kitabda səhifələr gəlir. Bugün bizim şagirdlərimiz sehrli xalatı məsələn bilmirlər. Siz müəllimsiniz deyin, siz qələmlə işləyirsiniz. Mən qələmlə, yəni götürsək axır bir 10 ildə bir 10 dəfə əlimə qələm götürüb ancaq imzalamışam. Yox, baxın, qələm atınəvi də yazmaqda hər iki əllə yazmaq öyrədilir. Niyə öyrədilir? Bəlkə bir apokalipsis oldu, İraq olsun. Real bacarıqlar, təməl bacarıqlar həmişə olmalıdır da. Bu danılmaz məncə. Yenə də hər kəsin öz fikri var. Amma hesab edirəm ki, yəni müəyyən qədər o təməl vərdişlər olmalıdır və aşağı yaş uşaqlara real dərsliklər olmalıdır. Sevinç müəllimə, baxın, bir dənə biologiyanın üzərindən gələcəm. Bizim vaxtımızda dərslikdə belə bir mövzu var idi. Elə gəlirəm 7, biz onu 6-da keçirdik. Botanika 6-7 xatırlayırsınızsa. Deyilirdi ki, bitkinin 6 əsas orqanı var. 2 nöqtə qoyulurdu və bütün 6 orqan ard-arda yazılırdı, düzdür? Amma bugün 7-ci sinif dərsliyində bitkinin şəkil hissəsi, yadınıza gəlsə bizdə 3 rəng bənövşədə idi o şəkil. Amma hazırda bəli, pomidor bitkisindədir, doğrudur. Orada orqanların 4-ü verilib, ikisi göstərilməyib sxem şəkildə göstərilməyib. Növbəti artıq gəlib çiçək dərsinə çatanda o hissələr 6-sı da göstərilib. Bu günlərə amma Dövlət İmtahan Mərkəzi imtahanı sual salanda təbii ki baxır, orada şəkilə əsasən, eyni zamanda mətnə əsasən və qiymətləndirməyə əsasən suallarını tətbiq edə bilir. Baxın, dövlət dərsliyi verir, qiymətləndirməni isə özün alırsan. Yəni, bu şagirdlər üçün, hamısı üçün bərabərlik prinsipi pozulur deməkdir. Mən nə demək istəyirəm? Dərsliklər çox yaxşıdır. Qiymətləndirmələrdən də olmasın orada məsələn 7 sual, olsun tutalım 5 sual. O 5 sual yerləşdirilsin mətnin arxasına. Yəni, bunu dövlət vermir dərsliyi. Bu şagirdin əlində olsun. Amma biz düşünürük ki, yox, bu ayrı-ayrı olmalıdır. O ayrı-ayrı olan hər hansı bir, məsələn, sabahın alimlərinə, məsələn, rufoya hazırlaşanlar, məsələn, hər hansı bir ixtira arxasınca gedən şagirdlərin axtarış mənbəyi olsun. Onun valideyni və yaxud məktəb o istedadlı şagirdin inkişafı üçün həm maddi, həm zehni, həm bilik baxımından ona dəstək olsunlar. Yox, amma qiymətləndirmədə məni narahat edən odur ki, qiymətləndirmədə respublikada bütün şagirdlər eyni resurslardan istifadə edə bilmədiyi halda eyni sualları cavablamaqla qiymət qazanırlar. Eyni cür qiymətləndirilir, amma şəraitlər. Başa düşdümsə, siz deyirsiniz ki, iki şəkil arasında müqayisə aparmalıdır, onu əlaqələndirib suala cavab verməlidir. Baxın, mən nə deyirəm? Yenə də dərslik məcrasından kənara çıxmır. Yox. Biraz məncə müəllim təcrübəsi olur. Yox, təbii ki, biz onu müəllim olaraq biz deyirik. Baxın, bizdə bu verilirdi, suallar verilirdi sonra. 5 dənə, 6 dənə suallar, məsələlər də olurdu. Amma mövzunun möhkəmləndirilməsindən ötürü tətbiq edirdik də onu, düzdürmü? Yeri gələndə o şəkli çəkirdik də, göz yaddaşımız olurdu, biz işləyirdik onu. Amma bizim əlavə axtarışa çıxmırdıq.
Bəs elm axı sürətlə dəyişir. Hə, o sürətlilik üçün bizim dərsliklərimiz də yenilənir, doğrudurmu? Artıq o dərsliklərdə sual modellərimiz də fərqlidir. Baxın, indi nə yaxşı, veriblər kök mövzusunda 4 dənə, amma çiçək mövzusunda 6 orqanı veriblər. Baxın, yenilənib və uşaqda burada bu yaxşı bir haldır. Məntiqi təfəkkürü formalaşır. Orada son tapşırıqlar adətən nə deyir? Deyir ki, əlavə mənbələrdən istifadə etməklə bunu araşdırın. Həmin əlavə mənbə nədir? İş dəftəridir. Xeyr, internet resursları. İnternet resursuna hamı Sadəcə bir resurs var ki, o yoxsa hamıda internet da çıxa bilməyənlər də var. Orada QR kod olur, müstəqil araşdırma mənbələri üçün. Şagird ondan istifadə etməklə eləyə bilər. Yəni mobil internet var, çox insanlar mobil internetdən istifadə edir. Edə bilirlər, amma hamı üçün əlçatan deyil Sevinci müəllimə. Mənə ən çox biologiya yox, mənə ən çox burada kimya, fizika yox, elmi sahələr doğuş olsa. Mənə ən çox burada narahat edən o 3 fəndə ki, məsələn, o belə bütün şagirdlər üçün eyni əlçatan deyil. Məsələn, belə təklif etmək olar ki, baxın danışdıqca sözü gətirir. Sırf həmən tutalım. Məsələn deyirəm, Qubanın Qarxun kəndi var. Orada olmuşam, orada 2 stansiya var. Bəli, stansiya var. Amma bütün evlərdə hər şagirdin özünün telefonu varmı? Evdə bir telefon var, atanındır. Gəlin real olaq da biraz bunun üstə. Ata da ya işdədir, ya çöldədir, ya nəsə bir prosesdədir. Atanın da 3 uşağı var. O telefondan hansı birini paylaşdırsın. Amma nə etmək olar? O şagirdlərin siyahısını götürmək. Ən azından 9-cu sinif üçün onlara o qiymətləndirmə vəsaitlərini təəssüf ki, bizdə sual məktəblər də azalır. Hə, düzdür, bu azalmalar gedirsə belə, yəni ən azından birləşdirilir də, yenə də şagirdlər orada var. Ən azı məktəbdə gəlib istifadə edə bilər. Baxın, mənim vurğulamaq istədiyim odur ki, uşaqların hamısına eyni şərait yaradılmalıdır ki, əgər hamısından eyni suallarla qiymətləndirilirsə. Uşaqların hamısına əlbəttə ki, eyni şərait yaradılır, amma bunu dəstəyi sadələşdirməklə demirəm, əksinə, çünki əgər biz qloballaşırıqsa, əgər biz bu gün təkrar biz bunu dünya rəqabətinə çıxartırıqsa şagirdlərimizi, təbii ki, bunu mən sadələşdirmək yox, amma ən azından şagirdlərin hamısını bərabər resursları təmin etməli. Məktəbin infrastrukturu, orada ailənin sosial rifahı, burada problem kompleks bir məsələdir. Bəli, amma bunun üçün biz dərsliyə durub bərabərlik pozur deyim və yaxud da ki, dərslikdə o əlavə mənbələr, tələb olunan şeylər yazılmasın. Əgər tapşırıqlar dərslikdə konseptual olmalı. Dərslikdə olarsa sual, mən niyə əlavə iş dəftəri alım? Yenə də elə olsa belə, dərslikdən əlavə müstəqil şagirdlər kitabı yığmalıyıq, müəyyən məqamlar gəlir ki, artıq biz onların o tapşırıqlar üzərində necə işlədiyini birbaşa dərslikdə olması məncə məsləhətli deyil. Yəni mən artıq bunu dəfələrlə biz təcrübə edirik. Uşaq kitabdan baxır, buradan eyni şəkili buradan. Amma biz dərsliyi götürdükdən sonra orada fikirlərin belə yerlər qoyulub. Orada onlar yazı bacarıqları da lazım olur. Məsələn, mən fən müsabiqəsində şagirdim, yazı bacarığı zəif olduğuna görə düz yazmışdı, cümlələrə aydın deyildi. Məsələn, elə şagirdim olub ki, kifayət qədər yüksək balla, lakin medala düşə bilmədi. Amma orada fikir verirsiniz, yerlər var, sual var və yerlər var. Çox açıq şəkildə həm yazı bacarığı olsun, onu dərslikdən olsa elə oradan baxıb yazacaqdı. Nə qədər şagird onu yaza bilir? Ucuz olmalıdır, ucuz. Ucuz olsa əlçatan olar. Amma təbii ki, iş dəftəri olması yaxşı bir amildir. Mən demirəm o yaxşı deyil. Yəni yaxşıdır, amma əlçatanlığı nə qədərdir? Və valideyn burada rol oynayır. Nə qədər alıb verər eləyirsə, şagirdə o qədər əlçatandır. Məsələn, bir valideyn deyir ki, mənə lazım deyil. Yəni sən tutalım təbiətdən iş dəftəri işlətmə. Dərs keçirikdə şagirdlərimizin hamısının iş dəftəri olurmu? Məndə, yəni mən bilmirəm. Məndə hamısında olmayıb. 25 şagirdim olub, 25 şagirdimdən 17 şagirdimdə olub, 8-ində olmayıb. Yəni mən öz statistikamı deyim, 8-ində olmuyor. Amma yenə də nəzərə alın ki, biz ölçü deyilik. Biz şəhər mərkəzində çalışırıq. Məndə olub, elə problem olub. Yenə də biz ölçü deyilik. Amma ümumi məktəblərin hamısını hesablayıb baxsaq, əminliklə deyə bilərəm ki, 40% şagirddə yoxdur təbiətdən iş dəftəri. Əminliklə deyə bilərəm. Niyə? Çünki bu dəqiqə hamı köklənib Azərbaycan dili riyaziyyat. Amma təbiətdən də monitorinq olacaq. Mən kənddə işlədiyim vaxtlar testləri çıxarırdıq biz özümüz, amma yenə də işlədirdik. Düzdür, bizim özümüzə zərər olurdu o, amma yenə də. Burada heç olmayanda mənim yaddaşımda var bir deməli Afrika bilirik də, 3-cü dünya ölkələrində. Orada bir müəllimin Word proqramını göllərlə çəkməsi var. Yenə də deyirəm, bu ciddi bir problemdir ki, maliyyə baxımından bəli, iş dəftərləri hamıya qismət olmur. Bu düzgündür. Amma biz deyək ki, iş dəftərinin bütün çalışmalarından köçürək kitaba,
kitablar qalındır, eyni çalışmalar bir çantanın ağırlığıdır. Amma müəyyən bir qismini ən azından şagirdin beyin təfəkkürünün yönləndirilməsindən ötürü məni narahat edən nədir? Ucuz İş dəftərləri olsun, çox olsun. Amma dem yenə də ondan sual sala bilir. Deyir, dərsliyə əsasən bu sualdan istifadə eləmişəm. Dilin çalışmaları, yəni Bir dilin dərsliyə çalışmaları, əsasən yəni salmışam. intellekt tələb edən çalışmalardır. Buna əsaslanır. Onlar seçməlidirlər. Bütün uşaqların bərabərliyini onlar bu prinsipdə gözləyə bilməz. Ona görə ki, bəzi ixtisaslara daha yüksək göstəricilər tələb olunur. Onlar zaten seçirlər, biliyi qiymətləndirir. Burada bilirsiniz nə kölgələnir? Uşağın əslində potensialı var. O təbii ki, maddi vəziyyət bütün ölkələrdə Bax biz elə ailənin adamlar adamları uşağın təhsilinə kömək edə bilirik. Yəni mən Təəssüf. buna gəlib çıxaram ki, bax bunları biz itirə bilirik. Düzdür, Çünki bir şagird əgər riyaziyyatdan 100 bal, Azərbaycan dilindən 93 bal qazanıb, ingilisdən gəlib 34 bal yığırsa, o onun yekun nəticəsinə təsir eləyir. Yekun nəticəyə görə o istədiyi ixtisasa düşə bilmir. Baxın, Lalə müəllimə, dərsliyi sadələşdirək, çalışmaları bura əlavə edək. Sadələşdirmirik. Əsla sadələşdirmirik. Yenə də deyirəm, çünki biz dünya ölkələri ilə rəqabətə giririk. Biz burada sadələşdirmədən danışa bilmərik. Amma bu əlçatanlıq olmadığına görə müəyyən daha zəkalı uşaqlarımızı kölgələyə bilirik. Ki bunun seçimi deyil də, maddi durum, valideynlərinin maddi durumu bir şagirdin seçimi deyil. Amma onu Necə yolu həll olaraq nə düşünürsüz? Niyə bilərik bu valideynlərin maddi durumunu ki, yox, valideynlərin maddi Çünki məsələ burada kitabları müzakirə etməkdirsə, dərslik olaraq onları da yəni bərpa eləyib vermək təklifi olmalı. ödənişsiz təklif eləyə bilərik ki, ödənişsiz olsun maddi təminatı zəif olanlara. Bu yenə də yəni yaxşı bir məsələdir, amma yenə də bu məsələnin maliyyə tərəfidir. İstər elektron qaydada olsa yenə o planşet ödənişsiz verilməlidir, istər iş dəftəri olsa yenə ödənişsiz Yəni verilməlidir. bunu təmin eləməliyik. Əgər biz onları bərabər qiymətləndiririk, Biz yox, zəruri qurumlar bunu yəni etməlidir. biz olaraq təhsili nəzərdə tuturuq. Bəli. Bu mən də özümü təhsildə gördüyüm üçün biz deyirəm, ümumiləşdirirəm. Sağ olun, maraqlı söhbətinizə görə fikir mübadiləsi, fərqli fikirlər çıxdı ortaya. Gəldiyinizə görə təşəkkür edirəm. Vaxtımız məhduddur. Yəni söhbət maraqlı gedir, amma vaxtımız məhduddur. Bizə də maraqlı oldu. Mən söhbətimizi belə yekunlaşdırmaq istəyirəm ki, yəni zaman getdikcə yeni problemlər ortaya çıxdıqca onların həlli yolu da tapılır. Yəni inkişaf, tərəqqi elə bundan ibarətdir. Bir məsələnin həllindən o bir məsələyə keçirilir və yenə də həmin fikirdə qalıram ki, dərsliyin məzmunu ilə bərabər formatı da zamana uyğun olmalıdır. Bu formatı yəni mütəxəssislər üzərində düşünməlidir, tapmalıdır. Daha əlçatan, daha bərabər hüquqlu şərait yaradan şagirdlərimiz üçün dərslik formatları və məzmunları işlənib hazırlanmalıdır və bu formatlar tapıldıqca gələcəyimiz daha bilikli, daha savadlı, daha işıqlı olacaq. Diqqətinizə görə sağ olun, təşəkkür edirik. Sağ olun, gəldiyinizə. Sağ ol.